Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə loqaritmik funksiya və onun xassələri bölməsinin testlərini izah edəcəm. Keçək birinci suala. Y bərabərdir loqaritma, deməli 2də 1 əsasının x funksiyası verib. Bizə deyir ki, qrafiklərdən hansı bunun qrafikinə uyğundur. Loqaritmanın əsası 0-1 aralığında olduğu üçün bu azalandır. Azalanın da qrafiki Y variantına uyğundur. Artan olsaydı S olardı. Azalandı diye Y variantı. İkinci suala baxaq. Şəkillərdən hansı Y bərabərdir loqaritma 3 əsasından 1/x funksiyasının qrafikinə aiddir. Biz birinci bunu sadələşdirək. Loqaritma 3 əsasının x-in üstü -1. Bu da olur mənfi loqaritma 3 əsasından x. Burada loqaritmanın əsası 1-dən böyük olsa da qarşısında mənfi olduğuna görə bu azalan funksiyadır. Ona görə onun cavabı olur C variantı. Üçüncü suala baxaq. Üçüncü sualda 2/6'nın üstündə 1 plus loqaritma 2/6'dan 100. Biz deyirik ki, əsaslar eyni olanda vuranda üstlər toplanır. Bunu yaza bilərik 2/6'nın üstündə 1 de loqaritma 2/6 əsasdan 100. 2/6'lar gedir. Cavab qalır 2/6 vuraq 100. Bu da oldu 260. Yəni belə bir düstur var. A'nın üstündə loqaritma A əsasdan B. A'lar gedir. Cavab qalır B. Həmin düsturu tətbiq etdik. Burada cavab oldu B variantı. Dördüncü suala baxaq. Y bərabərdir loqaritma 2 əsasından x minus 1 funksiyasının təyin oblastını tapın. Biz bilirik ki, loqaritmanın altı 1-dən böyük olmalıdır. Daha doğrusu 0-dan böyük olmalıdır. X çıxaq 1 böyükdür 0-dan, x da böyükdür 1-dən. Cavab olur 1 müsbət sonsuzluğa. Loqaritmanın altı kəsrdə də ola bilər, amma mənfədə də ola bilməz. Doğru cavab oldu A variantı. 5-ci suala baxaq. Y bərabərdir loqaritma 2də 1 əsasından x plus 1 funksiyasının təyin oblastını tapın. Biz bilirik ki, loqaritmanın altı 0-dan böyük olmalıdır. X plus 1 böyükdür 0-dan, x da böyükdür -1-dən. Burada təyin oblastı -1-dən müsbət sonsuzluğa D variantı. 6-cı suala baxaq. Loqaritma Y bərabərdir. Deməli, loqaritma kökdə 3 əsasından x plus 3 x minus 3 funksiyanın təyin oblastını tapın. Təyin oblastı bilirik ki, x-in biləcəyi qiymətlər çoxluğudur. Biz də deyirik ki, loqaritmanın deməli 6 x plus 3 bölü x minus 3 0-dan böyük ədədlər olmalıdır. Bunu yazsaq, deməli köklərindən biri olur -3, digər olur 3. Bu da 3-dən böyük qiymət 4 qoysaq müsbət. Burada olur mənfi, bu da müsbət. İşarəmiz böyükdə müsbət aralığı götürürük. Burada cavab olur mənfi sonsuzluqdan -3'ə birləşmə 3 müsbət sonsuzluq. 7-ci suala baxaq. Yine burada da funksiyanın təyin oblastını soruşur. Əsasından asılı olmayaraq loqaritmanın altı həmişə 0-dan böyük ədəd olmalıdır. Bunun da köklərini tapsaq -2 və -2 olur. Yine 2-dən böyük ədəd qoyuruq müsbət, mənfi, müsbət. İşarəmiz böyükdür deyə cavab olur mənfi sonsuzluqdan -2'ye birləşmə 2'dən müsbət sonsuzluğa. Burada oldu cavab A variantı. 8-ci suala baxaq. 8-ci sualda Y bərabərdir 3'ün üstündə 1 bölək 10'luq loqaritmin x funksiyasının təyin oblastını tapın. Təyin oblastı x-ni ala bilər. Biz bilirik ki, loqaritmanın altı 0-dan böyük qiymətlər olmalıdır. Yazırıq x böyükdür 0-dan. Normalda bunun cavabı 0-dan müsbət sonsuzluq olardı. Ancaq biz deyirik ki, burada x 1 ola bilməz. 1 niyə ola bilməz? Çünki biz x-a bir qiyməti yazsaq, onlar 3'ün üstündə 1 bölək loqaritm 1. Biz də bilirik ki, onluq loqaritm 1 0 verir. Olur 3'ün üstündə 1 böl 0. Bu tənin kökü olmaz. Ona görə də bunun cavabı olur 0-dan 1'ə, 1'dən müsbət sonsuzluğa. 8'də cavab A variantı. 9-cu suala baxaq. Yine təyin oblastını soruşur. Biz bilirik ki, loqaritmanın altı
sıfırdan böyük olmalıdır. X böyükdür sıfırdan. Lakin biz deyirik məxrəc sıfır olmaz. Ona görə biz bunun qiymətini sıfırdan böyük götürürük. Məxrəci sıfır edən qiymət, baxın, y bərabərdir 1 bölək loqaritma 2 əsasdan x. Məxrəcin sıfır olması üçün x-in yerində 1 olmalıdır. Yəni loqaritma 2 əsasdan 1 olsa məxrəc sıfır olar. Ona görə də biz x-in bir qiymətini götürmürük. Cavab oldu 0-dan 1-ə, 1-dən müsbət sonsuzluğa. Y variantı 9. 10-cu suala baxaq. Deməli, fx bərabərdir loqaritma 0,5 əsasdan x plus 3 və minus kök altında 1 çıxaq 2x funksiyasının təyin oblasını soruşur. Biz ilk öncə birinci funksiyaya baxsaq, biz bilirik ki, loqaritmanın altındakı qiymət 0-dan böyük olmalıdır. Yəni x plus 3 böyükdür 0 olmalıdır. Bu olur x böyükdür -3. İkinci tənlikdə biz deyirik ki, kökün altı böyük bərabər 0 olmalıdır. 1 çıxaq 2x böyük bərabərdir 0, -2x böyük bərabərdir -1. Bu da işarə əksinə dəyişir. X kiçik bərabərdir 2-də 1. Ədəd oxu çəkirəm. -3-dən böyük 2-də 1-dən kiçik ədədlər olmalıdır. 2-də 1 ola bilər. Bunun cavabı oldu -3-dən 2-də 1-ə. Bu da cavabı 2-də 1 ilə yox 0,5 ilə verib. -3-dən 0,5-ə Y variantı. Yox, Y-də Y değil, D. Biz aldığımız cevap D variantıdır. Ben bunu sileyim. Çünkü -3 olmaz. Burada elə yazmışıq D variantıdır. 11-ci suala baxaq. Demək, funksiyanın təyin oblasını soruşur. Yenə deyirik 3 çıxaq 2x böyük bərabərdir 0. -x böyük bərabərdir -3. X da kiçik bərabərdir 3. Bir də loqaritmanın altı deyirik ki 2x çıxaq 1 böyükdür 0 olmalıdır. 2x böyükdür 1-dən, x da böyükdür 2-də 1-dən. Ədəd oxu çəkib bunların kəşməsini götürürük. 2-də 1-dən böyük ədədlər. Müsbət sonsuzluğa. 3-dən kiçik ədədlər. Amma 3 ola bilər. Çünki kökün altı 3 olur. Bunların da kəşməsi oldu 2-də 1-dən. 2-də 1 olmaz. 3 daxildir. Cavab oldu B variantı. 12-ci suala baxaq. Y bərabərdir. Sürətdə 1, məxrəcdə loqaritma 4 əsasdan x. Bu sualdan yazdıq. Təyin oblastı. X 0-dan böyük olmalıdır. Lakin x 1 ola bilməz. Çünki onda məxrəc 0 olar. 0-dan böyük. Lakin 1 olmaz. 1 olmaz. Cavab oldu 0-dan 1-ə. 1-dən müsbət sonsuzluğa. B variantı 12. 13-cü sualda yenə buna aid sual işlədik. Y bərabərdir 9-un üstündə 1 bölək 10-luq loqaritm x. Təyin oblastını soruşur. X 0-dan böyük olmalıdır. Lakin burada məxrəcdə olduğuna görə x 1 ola bilməz. X 1 olsa kəsiri məxrəcdə 0 olar. Yenə cavab oldu 0-dan böyük 1 ola bilməz. 0-dan 1-ə 1-dən müsbət sonsuzluğa A variantı. 14-cü suala baxaq. 14-cü sualda funksiyanın təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Biz bilirik ki, loqaritmanın altı 0-dan böyük olmalıdır. Birinci bunu böyük 0 götürək. Mənfiyə vurub işarəni dəyişirik. Çünki x-in kvadratın əmsalı mənfidir. Bunun kökləri olur. Deməli, x1 oldu. Kökləri cəmi. Deməli, tapaq. Kökləri cəmi x1 üstə gələ x2 olur. -2. x1 vuraq x2 olur. -48. Köklərindən biri oldu. Deməli, -8, digəri oldu 6. Yazırıq -8, 6 plus minus plus işarəmiz kiçikdir. Bunun cavabı oldu -8-dən 6 kimi ədədlər. İndi bizə deyir ki, təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. -8-dən 6 kimi ədədlər hansılardır? -7, -6, -5, -4. -3, -2, -1, 0, 1, 2, 3, 4, 5. 5'e qədər islah oldu. 1 -1 müsbət. Cavab qaldı -7. Burada -6 getmir axı. -7 minus 6 qalır. Cavab olur -13. -6 içinə getmir. Deməli bunlar islah oldu. 1 -1 müsbət. Qaldı. Cavab oldu B variantı 14. 15-ci suala baxaq. Yine təyin oblastını soruşur. Təyin oblastı loqaritmanın altı böyükdür 0 olmalıdır.
Mənfiyə vurub işarəni dəyişirik. Kiçik 0 bunun köklərindən biri oldu. Deməli mənfi 7, digəri oldu 5. Çünki vuranda mənfi 35, toplayanda mənfi 2 olması lazımdır. Mənfi 7-dən 5-ə. Plus, minus, plus. İşarəmiz kiçikdir. Mənfi 7-dən 5-ə. Bunların ödəyən tam ədədlərin cəmini tapın. Tam ədədlər mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. 4'e qədər bir mənfi bir müsbət yazı toplasaq islah olur. Burada qalır mənfi 6 və mənfi 5, o da mənfi 11 Y variantı. 16-cı suala baxaq. Yenə bizə y bərabərdir 10'luq loqaritma x bölü x kvadratı çıxaq 1. Funksiyasının təyin oblastını tapın. Biz bilirik ki, loqaritmanın altı 0'dan böyük olmalıdır. Bu da x vuraq. X minus 1, x plus 1 yazıb köklərini tapsaq. Bunun köklərindən biri olur. Deməli, mənfi 1, digər olur 0, o birisi də oldu 1. İndi hamısını tək-tək 0 götürürük. İndi baxaq, 0'dan 1'dən böyük qiymət qoysaq, məsələn 2. 2 qoyanda 2 böl, bax, kəsirdə yerini qoyub işarəni təyin edirik. 2 böl, 2 çıx 1, 2 plus 1. Bu müsbət olur. Ona görə müsbət. 0 ilə 1'in arasında tutaq ki, 2'də 1 qoysaq, mənfi olur. Mənfi 1 ilə 0'ın arasında tutaq ki, mənfi 2'də 1 qoysaq, bu müsbət olur. Burada da yenə mənfi qiymət alır. Böyük dediyinə görə biz müsbətləri götürürük. Cavab oldu mənfi 1'dən 0'a birləşmə 1 müsbət sonsuzluq. 16'da cevap oldu C variantı. 17. suala baxaq. Y bərabərdir 10'luq loqaritm x kvadratı çıxaq 9 bölü x. Funksiyanın təyin oblastını soruşur. Yenə loqaritmanın altı 0'dan böyük olmalıdır. Bunda x minus 3, x plus 3 yazıb. Bu da x böyükdür 0 yazsaq. Bu təyin deməli köklər mənfi 3, 0, bir də 3. Bunu götürdük. Deməli 3'dən böyük qiymət qoyduq, yoxladıq plus. 0 ilə 3'ün arasında qiymət qoyanda mənfi. Tənlikdə qoyuruq. Burada qiymət qoyduq müsbət, bu da mənfi. İndi bizdən 0'dan böyük qiymət soruşur. Müsbətləri götürürəm. Cavab oldu mənfi 3'dən 0'a birləşmə 3'dən müsbət sonsuzluğa. 17'də cavab D variantı. 18. suala baxaq. Funksiyanın tərsi funksiyasını tapın. Y bərabərdir ln kök 3-cü dərəcədən x minus 2 plus 5. Tərs funksiya biz bilirik ki, x ilə y-in yerini dəyişirik. Yəni tərs funksiya deyəndə qiymətlər oblastı ilə təyin oblastı yerini dəyişir. Olur x bərabərdir ln kök 3-cü dərəcədən y çıxaq 2 plus 5. Funksiyasının tərsini tapırıq. Buradan indi y tapamalıyıq yenidən. Yazıram x minus 5 bərabərdir ln kök 3-cü dərəcədən y çıxaq 5. Tərs funksiya x ilə y-in yerini dəyişib yenidən tənlikdən y tapmaqdır. İndi buradan da sadələşdirsək, baxın uşaqlar, loqaritmik tənliklər var. Məsələn, deyirəm ki, loqaritma 3 əsasdan x bərabərdir ki, bu necə yazarsan x bərabər deyirik 3'ün kvadratı olmalıdır ki, buradan cavab 2 alınsın. Bu olur 9. İndi bizim tənliyimiz, bax bu tənlik formasına yazırıq. Bunu məsəl üçün yazmışdım. İndi deyirəm ki, bunu belə yazaq. Ln loqaritma y əsasından deməkdir, düzdür? Bu da olur kök 3-cü dərəcədən y minus 2 bərabərdir x minus 5 yazıram. İndi bunu ilk öncə bundan əvvəl baş saldığım tənlik kimi yazsaq necə yazarıq? Kök 3-cü dərəcədən y çıxaq 2 bərabərdir y'nin üstündə x minus 5. Buradan y tapsaq, kök 3-cü dərəcədən y bərabərdir y'nin üstündə x minus 5'in üstünə 2 gələrəm. Bizə y-in qiyməti lazımdır. Y də kök altındadır. Ona görə bu ifadəni biz kuba yüksəldirik. Kuba yüksəldəndə burada qaldı y. Onda bu ifadəndə nə oldu? Kuba oldu. Oldu y'nin üstündə x minus 5. Üstə gəl 2'nin kubu. Belə variant var mı? Var. C variantı. 19. sual oxşar sualdır. Y bərabərdir ln kök 5-ci dərəcədən x plus 3 minus 4 funksiyasının tərsini tapın. Y-i x ilə əvəz edirəm, x y ilə yazıram. X bərabərdir ln
Mötərizədə kök 5-ci dərəcədən y plus 3 minus 4. Buradan eleni tapanda elen olur kök 5-ci dərəcədən y plus 3 bərabərdir x plus 4. Elində loqaritma y əsasdan kök 5-ci dərəcədən y plus 3 bərabərdir 40 plus 4. Buradan da kök 5-ci dərəcədən y plus 3'ü tapsaq olur y'nin üstündə x plus 4. İndi buradan da olur nə? Kök 5-ci dərəcədən y bərabərdir y'nin üstündə x plus 4 minus 3. 5-ci dərəcəyə yüksəltsək kök 5-ci dərəcədən olur y'nin üstündə x plus 4 minus 3'ün üstündə 5. 18-ci sual kimidir. Bu da eyni qayda ilə izah etdim. Cavab oldu B variantı. 20-ci suala baxaq. 20-ci sualda deyir m parametrinin hansı qiymətlərində y bərabərdir m-2 üstü x üslü funksiyası artan. Üslü funksiya artan olmaq üçün biz dedik a-nın qiyməti 1-dən böyük olmalıdır. Bizim də deməli funksiyamız m-2'nin üstündə x-dir. Deməli m-2 1-dən böyük olmalıdır. Onda m böyük olur 3-dən. Bu birinci tənlik. İkinci tənlik loqaritmik funksiyadır. Loqaritmik funksiyada da bizdə də dedik ki, loqaritmik funksiya azalandısa, yəni məsələn y bərabərdir loqaritma a əsasdan x. Bu azalan funksiyadırsa a-nın qiyməti 0-1 aralığındadır. İndi bizə deyir ki, belə bir loqaritmik funksiya verib y bərabərdir loqaritma 2m çıxaq 7 əsasdan x. Bu azalan funksiyadırsa deməli 0 kiçikdir 2m-dən, o da kiçikdir 7, deməli 1-dən kiçikdir. 2m çıxaq 7 0-1 aralığındadır. Bunu 2 qat bərabərsi kimi sadələşdirsək, m-i 7-ni hər iki tərəfə keçirsək olur 7 kiçikdir 2m kiçikdir 8. Kiçik işarəsini 2 dəfə yazdıq, onu düzəldək. Buradan da alınır nə? 2'ye böləndə oldu 3,5 kiçikdir m, o da kiçikdir 4'dən. İndi bizə lazımdır. İndi ədəd oxunu göstərək. Baxaq. Birinci m-in qiyməti 3'dən böyükdür. İkinci 3,5 və 4 aralığında olmalıdır. Bizə də bunların kəsişməsi lazımdır. Kəsişmə oldu 3,5'dən 4'ə, D variantı 20. 21-ci suala baxaq. 2 üstü a üstə gələk 1 bölü 2 üstü a bərabərdir 3 olarsa, deməli bizə funksiya verib f(x) bərabərdir kök altında x minus loqaritma 49 əsasından 4 üstü a üstə gələk 1 bölü 4 üstü a funksiyasının təyin oblasını tapın. Gəlin birinci biz loqaritmanı sadələşdirək. Baxın uşaqlar, 4 üstü a üstə gəl 1 bölü 4 üstü a-nı əlavədə üstüra görə açıb sadələşdirə bilərik. Və yaxud da verilən şərt var ya burada. Bu verilən şərti kvadrata yüksəldib də sadələşdirə bilərik. Gəlin kvadrata yüksəldək verilən şərti. Yazıram burada, sonra siləcəm. 2 üstü a üstə gəl 1 bölü 2 üstü a-nın kvadratı bərabərdir 9. Bunu müxtəsərə görə atsaq olur 2'nin üstü 2a. Birincinin kvadratı 2 vuraq. Birinci vur ikinci. Üstə gələk 1 bölü 2'nin üstü 2a. Bərabərdir 9. Bunlar ixtisar getdi. 2'nin üstü 2a olur 4 üstü a. Üstə gələk. Bunu da yerinə yaza bilərik. 1 bölü 4 üstü a. Bərabərdir. Burada bir 2 qalmışdı. 9'dan da 2 çıxarıq 7. Deməli biz verilən şərti kvadrata yüksəltsək 4'ün üstü a üstə gəl 1 bölü 4 üstü a bərabərdir 7 qiymətini almış oluruq. Verilənləri yerinə yazsaq, burada olur kök altında x çıxaq loqaritma 49 əsasından 7. Bu da olur kök altında x çıxaq 49 7'nin üstü 2'dir də. 7'nin kvadratı bu da 7. Bu da 2'də 1 keçir qarşıya, olur kök altında x minus 2'də 1 loqaritma 7 əsasdan 7. O da olur kök altında x minus 2'də 1. İndi bizə deyir ki, təyin oblasını tapın. Sadələşdirəndən sonra təyin oblasını tapırıq. Biz də bilir ki, kökün 6 olmalıdır. Böyük bərabərdir 0. X də böyük bərabərdir 2'də 1. Cavab oldu 2'də 1 müsbət sonsuzluq. D variantı 21. 22-ci suala baxaq. Funksiyasının təyin oblasını tapın. Biz bilirik ki, loqaritmanın altı 0'dan böyük olur. Lakin burada loqaritmanın əsası var. Baxın, burada loqaritmanın əsasında 1x var. Onu unutmamalıyıq. İndi yazaq. 3x plus 2
2 minus x böyükdür 0-dan. Biz deyirik ki, loqaritmin əsasındakı sıfırın qiyməti 1 olmaz. Bir də x mənfi ədəd olmaz. İndi baxaq, bunu sadələşdirək. 3x plus 2 məxrəci mənfiyə vursaq, çünki x-in qarşısı mənfidir, işarə dəyişir. X minus 2 kiçikdir 0-dan. Bunun köklərini tapsaq, deməli x minus 2-dən alınır 2. 3x plus 2-dən də olur mənfi 3-də 2. İndi baxaq. 2-dən böyük qiymət qoysaq bərabərsizlik yerinə müsbət olar. Mənfi 3-də 2-nin 2-nin arasındakı qiymət məsələn 0 qoysaq, sürət müsbət, məxrəc mənfi, o da mənfi olar. Mənfi 3-də 2-dən kiçik qiymət qoysaq, o da müsbət olar. İşarəmiz kiçikdir deyə mənfi aralığı götürürük. Amma biz demişdik axı ki, loqaritmada burada x-in qiyməti hansı ədəd olmaz? 1 olmaz. Yəni bu aralıqdan 1-i çıxardırıq, bir qiymət olmaz. Bir də 0 olmaz. 0 olmaz. İndi baxaq. Burada mənfi 3-də 2-dən 0-a. Bu aralıq olmur. Çünki mənfi olsa loqaritmanın altı mənfi ədəd olar. Bunu götürmürük. 0-dan 1-ə kəsr ədədlər olar. Bir də birləşmə 1-dən 2-yə kimi ədədlər bu bərabərsizliyi ödəyər. Deməli, cavab oldu 22-də B variantı. 23-cü suala baxaq. Funksiyasının təyin oblastını tapın. Funksiyanın təyin oblastını tapmaq üçün biz deyirik ki, kökün altı böyük bərabər 0 olmalıdır. Yəni, mənfi x kvadratı çıxaq 5x plus 6 böyük bərabərdir 0 olmalıdır. Və loqaritmanın altındakı deməli bərabərsizlikdə 2x kvadrat üstə gəl 2x minus 3 0-dan böyük olmalıdır. Birinci bərabərsizliyi həll etsək, mənfiyə vurub köklərini tapsaq olur x kvadratı plus 5x minus 6 kiçik bərabərdir 0. Bu olduğu kimi qalsın. İndi birinci bərabərsizliyin kökləri olur nə? X1 oldu. Toplayanda mənfi 5, vuranda mənfi 6. Mənfi 6 və 1. İkincidən köklər alınır. Toplayanda mənfi 2, vuranda mənfi 3. O da olur mənfi 3 və 1. İndi ədəd oxu çəkək göstərək. Birinci mənfi 6 və 1-i götürək. X-in mənfi 6 qiyməti mənfi 6 daxildir. Çünki kökün altı ola bilər 0. Bir də 1. Bunu götürsək olur nə? Plus, minus, plus yazaq. Plus, minus, plus. İşarəmiz kiçikdir deyə. Burada deməli mənfi 6-dan 1-ə kimi ədədlər ödəyir. İkinci bərabərsizliyi həll etsək, kökləri mənfi 3, 1. Gəlin bunu başqa rənglə göstərək. Mənfi 3. Mənfi 3 olmaz. Bir də 1 olmaz. Bunu götürsək. Plus, minus, plus. İşarəmiz burada böyükdür. Böyük olduğuna görə biz müsbətləri qaralayırıq. Deməli, bu müsbət hissəni götürürük. Bir bura, bir də bura. Bizə lazımdır ki, bunların kəsişməsi. Bunların kəsişməsi haradan düşür üst-üstə? Mənfi 6-dan 3-ə. Burada görürsünüz, deməli, yuxarı hissə götürülmür. Burada mənfi 3-dən 1-ə qədər olmur. Burada 1-dən müsbət sonsuza qədər ödəmir. Cavab oldu mənfi 6-dan mənfi 3-ə. 23-də cavab oldu Y variantı. 24-cü suala baxaq. 24-cü sualda deməli, kökün altında loqaritmik funksiya verib. Y bərabərdir kök altında loqaritma 5 əsasdan burada da kvadratik funksiyadır. Bax, x kvadrat çıxaq 8x plus 21 funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bu funksiyanın qiymətlər çoxluğunu tapmamışdan öncə gəlin bax bu funksiyanın x kvadratı çıxaq 8x plus 21 funksiyasının qiymətlər çoxluğunu tapaq. Bunun qiymətlər çoxluğu, deməli A-nın qiyməti 1-dir burada, B-nin qiyməti mənfi 8, C-nin qiyməti 21. Kvadratik funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün biz n müsbət sonsuzluğu deyirdikdə düsturu. N-in də qiyməti mənfi diskriminant bölək 4-adır. O da olur 4ac çıxaq b kvadratı böl 4a. Qiymətini yerinə yazsaq 4 vur 1, c-nin qiyməti 21 çıxaq 64. Bu da 4 vur 1. 84 çıxaq 64 bölək 4, o da oldu 5. Deməli, bunun qiymətlər çoxluğu funksiyanın x kvadrat çıxaq 8x üstə gəl 21-in qiymətlər çoxluğu 5 və 5-dən böyük qiymətlər olmalıdır. Yəni, böyük bərabərdir 5 olmalıdır. İndi biz bu funksiyanın qiymətlər çoxluğunu gətirib yerinə yazsaq, olur y bərabərdir kök altında
Loqaritma 5 əsasdan 5, ən azı 5 olar. Ən azı 5 olsa bunun qiyməti 1 olar. Amma burada 5-dən böyük qiymətlər qoysaq, bu funksiyanın qiyməti 1-dən böyük olar. Yəni cavab olur 1-dən müsbət sonsuzluğa. Cavab oldu Y variantı 24. 25-ci sualda oxşar sualdır. Yəni y bərabərdir kök altında 10-luq loqaritm x kvadrat çıxaq 6x plus 19. Funksiyasının qiymətlər çoxluğunu tapın. Gəlin birinci bu funksiyanın qiymətlər çoxluğunu tapaq. Plus 19. Bunun tam kvadrata ayırma ilə üsulu var. Gəlin biz n müsbət sonsuzluğuna yazaq. B oldu -6, C də oldu 19. N'in qiyməti dedik 4a, C çıxaq B kvadratı bölək 4a. O da 4 vur 1 vur 19 çıxaq 36. Bu da 4 vur 1. Məxrəcdə qaldı 4. Sürətdə deməli 14'ü vuranda 6 yazaq. 76 çıxaq 36. O da oldu 40 böl 4. Cavab oldu 10. Deməli bu funksiyanın qiymətlər çoxluğu, yəni x kvadratı çıxaq 6x plus 19'un qiymətlər çoxluğu 10 və ondan böyük ədədlərdir. Çünki kvadratik funksiyanın qiymətlər çoxluğu dediyi n müsbət sonsuzluqdur. Gəlib ən azı 10'u yerinə yazsaq olur kök altında 10'luq loqaritm 10, o da olur 1. Ondan böyük qiymətlər yazsaq bunun qiymətlər çoxluğu böyüyür. 1-dən böyük olur. Ona görə cavab olur 1 müsbət sonsuzluq 25'də. B variantı. Burada yazaq B. 26-cı suala baxaq. Deməli, y bərabərdir 2'nin üstündə loqaritma 2 əsasdan x. Funksiyasının qrafikini göstərin. Biz dedik buradan 2'lər x-lar gedir. Cavab qalır x. Bu y bərabər x funksiyası oldu. Lakin bu y bərabər x funksiyası bu xətti funksiyadır. Normalda biz bunun qrafikini deyirik koordinat başlanğıcından keçən düz xəttdir. Amma biz unutmuruq nəyi? Unutmuruq ki, x 0 ola bilməz. Niyə? Çünki loqaritmanın altında 0 olmaz. Və x mənfi qiymətlər olmaz. Niyə? Çünki x-in qiyməti loqaritmadır daxı. Ona görə biz bu mənfi qiymətlərini də götürmürük. Bunun cavabı olur burada B variantı. Deməli x loqaritmanın altında olduğuna görə biz x-i nə mənfi götürə bilmərik, nə də 0. Cavab oldu B variantı 26. 27-ci suala baxaq. 27-ci suala oxşar sual yazdıq biz bayaq. Deməli, birinci 3'ün üstü a çıxaq 1 böl 3'ün üstü a bərabər 3 olarsa bu funksiyanın təyin oblastını tapın. Birinci bu funksiyanı sadələşdirmək üçün biz 9 üstü a plus 9a-da 1'i tapmaq. Qiymətini tapaq. Bunun hər iki tərəfin kvadratı yüksəldib tapa bilərik. Baxın, olur nə? Birincinin kvadratı 9a. Burada birincinin ikinci kimisli 2 vuraq 3'ün üstü a. Vuraq 1 bölək 3'ün üstü a. Bir də bunun kvadratı 9a. Bərabərdir 9. 3 üstü alar getdi. Qaldı 9 üstü a üstə gəl 1 böl 9 üstü a. Burada 2 qaldı. 9'un üstə 2 gəldi. Oldu 11. Bu ifadənin qiymətini tapdıq. Gətirib əvəz edib yerinə yazsaq olur fx bərabərdir kök altında x-in kvadratı çıxaq loqaritma kök altında 11 əsasından 11. İndi o da bərabərdir. Kök altında kvadrata yüksəldəndə nə olur? X-in kvadratı çıxaq loqaritma 11 əsasından 11'in kvadratı. O da bərabərdir. Yəni kökdən azad eləmək üçün loqaritmanın əsasının da altında eyni zamanda kvadratı yüksəldə bilirik. Olur x-in kvadratı çıxaq 2 loqaritma 11 əsasından 11. O da oldu kök altında x kvadratı çıxaq 2. İndi bunun təyin oblastını soruşur. Biz də bilirik ki, loqaritm kök altı ifadənin təyin oblastı kökün altı böyük bərabər 0 olur. Bu da x kvadratı böyük bərabərdir 2. X də böyük bərabərdir müsbət mənfi kökdə 2. Ədəd oxuyunu da göstərsək mənfi kökdə 2-dən müsbət kökdə 2-yə. Plus minus plus işarəmiz böyükdür. Cavab oldu mənfi sonsuzluqdan mənfi kökdə 2-yə. Birləşmə kökdə 2-dən müsbət sonsuzluğa. Cavab oldu A variantı 27. 28-ci suala baxaq. Fx bərabərdir. A vuraq loqaritma 3 əsasının x plus 9 funksiyasının qrafiki. Deməli, burada x-in qiyməti 27 15 nöqtəsindən keçir. Deməli, x-in qiyməti 27
fx'in qiyməti 15'dir. Bizdən f9'u soruşur. f9 necə tapırıq? Birinci məsələ. Yerinə yazsaq olur nə? 15 bərabərdir. A vuraq loqaritma 3 əsasından 27 plus 9. O da oldu 15 bərabərdir. A vuraq 3. Çünki loqaritma 3 əsasından 27 bizə 3 verir. Çünki budur. Plus 9. Bu da 3a bərabərdir. 15 çıxaq 9. 3a bərabərdir 6. A da bərabərdir 2. Bizdən f9'u soruşur. Birinci funksiyanı tapaq. Fx bərabərdir. A vuraq. Yəni 2 vuraq. Loqaritma 3 əsasından x plus 9. İndi buradan f9'u tapsaq. Olur 2 vuraq. Loqaritma 3 əsasından 9 plus 9. Bu da 2 vuraq. Loqaritma 3 əsasından 9 bizə 2 verir. O da oldu 4 plus 9. Doğru cevap oldu 13. Cevap oldu 13. Sonra 29 baxırıq 29-cu suala. 29 yenə oxşar sualdır. Yazıram 25 bərabərdir. Fx'in qiyməti 25'dir. A vuraq loqaritma deməli 2 əsasından 4 üstə gələk 15. O da 25 bərabərdir. A vuraq loqaritma 2 əsasından 4 bizə 2 verir. Plus 15. Bu da 2a bərabərdir. 25 çıxaq 15. 2a bərabərdir 10. A da oldu 5. A 5'dirsə bizim funksiyamız oldu 5 loqaritma 2 əsasından x plus 15. Bizdən f16'ını soruşur. F16'ını tapmaq üçün yazıram 5 loqaritma 2 əsasından 16 üstə gəl 5. O da 5 vur 4 üstə gəl 5. Çünki 2 əsasdan 16 bizə 4 verir. 16 2 üstə 4'dür. O da oldu 25. Bu 5 değildi. 15 idi. Onda 25 yok. 35 olur. Doğru cevap oldu 35. 30-cu suala baxaq. 30-cu sualda deməli fx funksiyası verib, deyir tayin oblasına daxil olan ən kiçik tam ədədi tapın. Deməli burada kəsirin sürəti biz deyirik ki, istənilən qiymət ola bilər. Əsas məxrəci, kəsirin məxrəci 0 olmaz və kəsirin məxrəcində loqaritm olduğuna görə biz deyirik ki, loqaritmanın altındakı ifadə 0-dan böyük olmalıdır. Yəni x çıxaq 4 böyükdür 0 olmalıdır. X böyükdür 4'dən. Lakin biz deyirik ki, x minus 4 1 ola bilməz. Niyə? X minus 4'ün yerində 1 olsaydı, bu olardı, baxın məxrəci olardı, ln 4, deməli x'in yerində 1 olardı, ln 1, ln 1 də 0 olar. Ona görə kəsirin məxrəci həmin qiymətdə 0'a bərabər olar. Bizə deyirik məxrəc 0 olmaz. Ona görə x bərabər deyil 5. Yəni x'in qiyməti 4'dən böyükdür, amma bu ədədlərin içərisində 5 olmaz. İndi ikinci loqaritmaya baxaq. İkinci loqaritmada x çıxaq 2 böyükdür 0 olmalıdır. X da böyükdür 2'dən. Ədəd oxu çəkib göstərsə 2'dən böyük ədədlər ödəyir. Bir də burada da 4'dən böyük ədədlər. Lakin 5 olmaz. Ona görə cavab oldu kəsişmə 4'dən 5'ə, 5'dən müsbət sonsuzluğa. Bizə bu aralığa daxil olan ən kiçik tam ədədi soruşur. O da cavab olur 6. 31-ci suala baxaq. 10 kiçikdir x kiçikdir 100 olarsa x'in qiyməti y bərabərdir loqaritma 2 əsasından x funksiyasını ala biləcək tam qiymətlərin cəmini tapın. Buradan tam ədədlərin alınması üçün biz x-a 2'nin qüvvətlərini yazmalıyıq. İndi 10 ile 100'ün arasında 2'nin qüvvətlərindən nə var? Deməli baxaq. 10'dan böyük var 2 üstü 4 16, 2 üstü 5 32, 2 üstü 6 64. 2 üstü 7 128 olur. Bu 100'dən böyük olur. İndi 16 yazsaq olur nə? Y bərabərdir loqaritma 2 əsasından 16. Onu da yazırıq 2'nin üstündə 4. Cavab oldu 4. Sonra y bərabərdir loqaritma 2 əsasından 32. 32 2 üstü 5'dir. Olur loqaritma 2 əsasından 2 üstü 5. Cevap oldu 5. Sonra y bərabərdir loqaritma 2 əsasından 64. O da oldu loqaritma 2 əsasından 2'nin üstü 6. Cevap oldu 6. Bizə deyir bu x'in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Yəni 4, 5, 6'nı toplayın. Cevap oldu 15. 32-ci suala baxaq. Deməli y bərabərdir loqaritma
2 əsasdan loqaritma deməli 5 əsasdan 2'nin üstündə kök altında x plus 1 plus 9 funksiyasının qrafikinin ordinatı 1'ə bərabərdir. Ordinatı 1'ə bərabərdirsə y-in yerinə 1 yazıb bu tənliyi həll edirik. Onda olur nə? Loqaritma 2 əsasından, loqaritma 5 əsasdan olur 2'nin üstündə kökdə x plus 1 plus 9 bərabərdir 1'ə. Biz bunu loqaritmik tənlik kimi həll etsək, yəni bax bu ifadənin yerində 2 olmalıdır ki, loqaritma 2 əsasdan ki bizə 1 versin. Ona görə yazırıq loqaritma 5 əsasından 2'nin üstündə kökdə x plus 1 plus 9 bərabərdir 2'yə. Buradan da 2'nin üstündə kök altında x plus 1 plus 9 bərabərdir 5'in kvadratı yaza bilərik. Bu da oldu 2'nin üstündə kökdə x plus 1 bərabərdir 25'dən 9 çıxırıq. Olur 2'nin üstündə kökdə x plus 1 bərabərdir 16. O da olur 16 2 üstü 4'tür. 2'nin üstündə kökdə x plus 1 bərabərdir 2 üstü 4. 2'lər getdi qaldı. Kökdə x plus 1 bərabərdir 4. Kökdə x bərabərdir 3. X də olur 9. 33-cü sualda oxşar sualdır. Deməli funksiyasının qrafiki ordinatı 1'ə bərabər olan nöqtənin apsisini tapın. Ordinatı 1'ə bərabərdirsə funksiyanın qiymətini biz 1'ə bərabər edirik. Olur 3'ün üstündə kökdə x çıxaq 2 üstə gələk 22 bərabərdir 1'ə. Sonra bunu loqaritmik tənlik kimi həll edə bilərik. Bu da olur mötərizənin altında deməli bura oldu 2. Olur nə? Loqaritma 7 əsasından 3'ün üstü kökdə x çıxaq 2 plus 22'nin deməli yerində dayanmalıdır 2. Bunu 2 üstü 1'də yaza bilərik də. Sonra yazırıq 3'ün üstündə kökdə x çıxaq 2 üstə gələk 22 bərabərdir 7'nin kvadratı. Loqaritmik tənlik alındı buradan. 3'ün üstündə kökdə x çıxaq 2 plus 22 bərabərdir 49. 3'ün üstündə kökdə x çıxaq 2 bərabərdir 27. 3'ün üstü kökdə x çıxaq 2 27 3'ün kubudur. 3'lər də getdi. Kökdə x çıxaq 2 bərabərdir 3. Kökdə x bərabərdir 5. X də oldu 25. 34-cü suala baxaq. Yenə oxşar sualdır. Loqaritma 2 əsasdan, loqaritma 5 əsasdan olur nə? 2'nin üstündə kökdə x plus 1 minus 7 bərabərdir 1'ə. Ordinatı 1'ə bərabər. Bunda loqaritmik tənlik kimi həll etsək. Bu da olur loqaritma 5 əsasdan 2'nin üstündə kökdə x plus 1 minus 7 bərabərdir. 2 üstü 1 də yaza bilərik. Bu da 2'yə bərabərdir. Sonra yine loqaritmik tənliyi həll etsək olur 2'nin üstündə kökdə x plus 1 minus 7 bərabərdir 5'in kvadratı. Bu da 2'nin üstündə kökdə x plus 1 bərabərdir 25 üstə gəl 7. 2'nin üstündə kökdə x plus 1 bərabərdir 32. Bu da 2'nin üstü kökdə x plus 1 bərabərdir 32 2 üstü 5'dir. 2'lər getdi qaldı. Kökdə x plus 1 bərabərdir 5. Kökdə x bərabərdir 4. X oldu 16. Bizdən də apsisi soruşur. Cavab oldu 16. 35-ci suala baxaq. Deməli bizə funksiya verir. Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin hasilini tapın. Biz bilirik ki birinci loqaritmik funksiyanın altı 0'dan böyük olmalıdır. Bu zaman yazıram 6x çıxaq x kvadratı böyükdür 0'dan. Mənfiyə vurub işarəni dəyişsək kiçikdir 0'dan. X ortaq vuruq çıxardırıq. X çıxaq 6 kiçikdir 0'dan. Bunun kökləri oldu 0, 6. Bunda da doxunu göstərsək plus, minus, plus işarəmiz kiçikdir bu alınır. Sonra bir də biz bilirik ki loqaritmanın əsası x çıxaq 2 deməli 0'dan böyük olmalıdır. Amma x çıxaq 2'nin qiyməti 1 olmaz. Yəni x 3'ə bərabər olmaz. X böyükdür 2'dən. Bunda eynədə doxunu göstərsək x'in qiyməti 2'dən böyük. Tutaq ki 2 buradadır. 2'dən böyük ədədlər. Amma nə olmaz? Biz dedik burada 3 olmaz. X 3 qiymət olmaz. Yəni buradan 3'ü çıxardırıq. Deməli bunun cavabı oldu nə? 2'dən 3'ə kimi ədədlər. Bir də 3'dən 6'ya. İndi deyək təyin oblasına daxil olan tam ədədlərin hasilini tapın. Burada daxil olan tam ədəd 4 və 5'dir. Bunların hasilini soruşur. 4'ü 5'ə vurduq. Cavab oldu 20. 36-cı sualda oxşar sualdır. Deməli, loqaritmanın əsası biz dedik ki x çıxaq 3 0'dan böyük ədəd olmalıdır.
x böyükdür 3-dən. Lakin x çıxaq 3 1 ola bilməz. Çünki 1 olsa o sıfıra düşür. Əsasın bir qiymətində biz onu baxın niyə olmur? Deyirəm məsələn loqaritma 1 əsasdan 4. Biz bunu eyniləşdirsək olur loqaritma 4'ün üstü 0'dan 4'e. Bize deyik bunların dərəcələri bir-birinə bölünür. 1 sıfıra bölünür. O da olmaz. Ona göre loqaritmanın əsası bir qiymət ala bilməz. Bir de loqaritmanın altını sıfırdan böyük götürürük. 7x çıxaq x kvadratı böyük sıfırdan. Mənfi vurub işarəni dəyişsək, kiçik sıfırdan. X ortaq vuruq çıxardıram, kiçikdir sıfırdan. Bunun köklərindən biri oldu. 0, digər oldu 7. Plus, minus, plus. İşarəmiz kiçikdir. Bir de dedik ki x'in qiyməti 3'dən böyük olmalıdır. 3'dən böyük olmalıdır. 3'dən böyük. 3'dən 7. Amma bu aralıqda 4 ola bilməz. 4 olsa loqaritmanın əsası 0 olar. Ona görə cavab oldu 3'dən 4'ə, birləşmə 4'dən 7'yə. Bizdən də soruşur daxil olan tam ədədlərin hasilini. 4 ilə 7'nin arasında var tam ədəd 5 və 6'dır. Bunların da hasili oldu 6 vur 5 30. 36'da cevap 30. 37. suala baxaq. Deməli bizə funksiya verib, funksiyasının ən kiçik qiymətini soruşur. Funksiyanın ən kiçik qiymətini tapmaq üçün birinci bu mötərizənin ən kiçik qiymətini tapmalıyıq. Bunun da ən kiçik qiymətini tapmaq üçün koşu bərabərsizdən istifadə edə bilərik. X üstəgəl x-da 1 böyük bərabərdir. 2 vuraq kökü altında bunların hasili. O da oldu x plus x-da 1 böyük bərabərdir 2'dən. Yəni x ilə x-da 1'in cəminin ən kiçik qiyməti 2'dir və 2'dən böyük qiymətlər alır. Ona görə bizdən ən kiçik qiymətini soruşduğuna görə yaza bilərik loqaritma 2 əsasdan. X plus x-da 1'in yerində 2 olsa olur plus 8. Cavab olur kök altında 1 üstəgəl 8 kökdə 9. 9'dan da kök 3 çıxır 37'də. 38. sualda deyir ki n parametrin neçə tam qiymətində funksiyanın qrafiki ordinat oxunu kəsir. Funksiyanın qrafiki ordinat oxunu kəsirsə deməli bunun apsisi 0'dır. Apsisi 0 eləsək f0'ı tapırıq. Olur loqaritma 3 əsasına mənfi m kvadratı deməli bir mənfi vuraq işarəni dəyişək də buradan. Belə yazaq. Dəqiqə. Aha. Oldu mənfi m kvadratı plus 10m minus 16. X 0 olsa. Bu funksiyasının m'in neçə tam qiymətində. Biz də bilirik ki loqaritmanın altı 0'dan böyük olmalıdır. Onu mənfiyə vurub işarəni dəyişsək. Kiçikdir 0'dan. Bunun kökləri olur 2 və 8. Toplayanda 10 vuranda 16. 2 8 aralığı olur. Plus minus plus. Deməli m'in qiyməti oldu 2'dən 8'ə. İndi deyir neçə tam qiymətini. 2 ilə 8'in arasında tam ədədlər 3, 4, 5, 6, 7. 5 dənə tam ədəd var. 38'ə cavab oldu 5. 39. suala baxaq. Deməli birinci y bərabərdir 2'nin üstündə loqaritma 2 əsasdan x kvadratı verib. Bunlar gedir qalır x'in kvadratı. Biz də bilirik ki x kvadratı cüt funksiyadır. Buna uyğundur. Cüt funksiyalarda ordinat oxuna nəzərən simmetrik olurdu. Biz deyirik ki x kvadratı böyükdür 0 olmalı. Çünki loqaritmanın altı 0'dan böyük olmalıdır. Bu şərtdə bunu ödəyir. İkinciyə baxaq. Y bərabərdir kök 3-cü dərəcədən x. Bu tək funksiyadır. Tək funksiyanın qrafikdə koordinat başlanğıca nəzərən simmetrikdir. Ona görə ikinci həm S uyğundur, həm də Y. Üçüncüdə y bərabərdir 3'ün üstündə loqaritma 3 əsasından x kubu. Bunlar 3'lər gedir qalır x'in kubu. Normalda biz deyirik ki x'in kubu tək funksiyadır. Tək funksiyanın qrafiki də koordinat başlanğıca nəzərən simmetrikdir. Lakin burada biz buna tək funksiya deyə bilməyəcəyik. Çünki x kubu loqaritmanın altında olduğuna görə yalnız 0'dan böyük qiymətlər alır. 0'dan böyük qiymətlər alırsa biz bunu koordinat başlanğıca nəzərən simmetrik götürə bilmirik. Çünki bu 0 müsbət sonsuzluqdur. Koordinat başlanğıca nəzərən simmetrik olması üçün bunun mənfisini də götürməliyik. Ona görə biz buna deyirik ki nə tək, nə də cüt funksiyadır. 40-cı sualda buna oxşar sualdır. Birincidə deməli 4'lər gedir qalır x'in üstü 4. X'in üstü 4 cüt funksiya olduğuna görə
deməli bu olur. Həm cüt funksiya A variantı, həm də ki ordina toxuna nəzərən simmetrik olur. Cüt funksiyanın qrafiki biz bilirik, ordina toxuna nəzərən simmetrikdir. Y bərabərdir kök 5-ci dərəcənin x tək funksiyadır. Tək funksiyanın qrafiki də koordinat başlanğıca nəzərən simmetrikdir. Buna SD uyğundur. Qaldı 3-cü. Yenə 5'lər getdi, qaldı x-in üstü 5. Amma biz buna deyirik nə tək, nə cüt funksiya. Səbəbini də bunun əvvəlki tapşırıqda dedik ki, y-in altında olduğuna görə bu yalnız müsbət qiymətlər alır. Tək funksiya olsaydı, koordinat başlanğıca nəzərən simmetrik olardı. Onda həm mənfi, həm müsbət qiymətlər alardı. Ona görə də bu yalnız müsbət qiymətlər aldığına görə nə tək, nə də cüt funksiya olur. 41-ci suala baxaq. Birinci deməli, deyir ki, birincidə təyin oblastı 3 müsbət sonsuzluq, ikincidə təyin oblastı 2 müsbət sonsuzluq, üçüncüdə mənfi sonsuzluqdan 2-yə. İndi baxaq birinciyə. Deyir ki, hansı uyğundur? Gəlin variantları tapaq. Məsələn, A variantını sadələşdirək. Loqaritmanın altı biz bilirik ki, 0-dan böyük olmalıdır. Orada da 2x böyükdür 6-dan, x böyükdür 3-dən. Deməli, A uyğundur burada. 3-dən müsbət sonsuzluğa, birinci tapşırığa. Sonra B variantına baxaq. 5x çıxaq 10, yenə böyük 0-dan. 5x böyükdür 10-dan, x də böyükdür 2-dən. 2-dən böyük ədədlər 2 müsbət sonsuzluq B variantı uyğundur. Üçüncüyə baxaq. Deməli, C variantına baxaq. 12 çıxaq 6x böyükdür 0-dan. Mənfi 6x böyükdür mənfi 12-dən. X də kiçikdir 2-dən. 2-dən kiçik olur mənfi sonsuzluqdan 2-yə. Bu da uyğundur C-yə. Sonra D-yə baxaq. D-də nə dedi? 4x çıxaq 8 böyükdür 0-dan. 4x böyükdür 8-dən. X də böyükdür 2-dən. 2-dən böyük 2 müsbət sonsuzluq. Buna da D variantı uyğundur. Sonra birdən qaldı Y. Yəni 16 çıxaq 8x böyükdür 0-dan. Mənfi 8x böyükdür mənfi 16. Mənfi olduğuna görə yenə işarə dəyişdik. X kiçikdir 2-dən. 2-dən kiçik mənfi sonsuzluqdan 2-yə Y variantı. Deməli 1-ə A, 2-yə B-dir, 3-ə C, Y. Baxaq 42-ci suala. 42-ci sualda yenə oxşar sualdır. Birinci baxaq. Elə A variantını tapaq. Deməli, A nəyə uyğundur? Yazırıq 12 çıxaq 3x böyükdür 0-dan. Mənfi 3x böyükdür mənfi 12. X kiçikdir 4-dən. Deməli, birinci 4-dən kiçik mənfi sonsuzluqdan 4 olur. Buna A uyğundur. B baxaq. Deməli, 5x çıxaq 20 böyükdür 0-dan. 5x böyükdür 20-dən. X də böyükdür 4-dən. 4-dən böyük 4 müsbət sonsuzluq B uyğundur. C-yə baxaq. 7x çıxaq 28 böyükdür 0-dan. 7x böyükdür 28, x böyükdür 4. 4-dən böyük 4 müsbət sonsuzluq. Burada C uyğundur. Sonra 15 çıxaq 3x böyükdür 0-dan. Mənfi 3x böyükdür mənfi 15-dən. X də kiçikdir 5-dən. 5-dən kiçik olur mənfi sonsuzluqdan 5-ə. D variantı. Birdən burada qaldı. Y gücür 7-nə uyğundur. Deməli, 24 çıxaq 6x böyükdür 0-dan. Mənfi 6x böyükdür mənfi 24. X də kiçikdir 4-dən. 4-dən kiçik olur mənfi sonsuzluqdan 4-ə. Buna da uyğundur Y. 43-cü suala baxaq. 43-cü sualda deməli 3 dənə funksiya verib. Burada uyğunluqları soruşur. Ya ən böyük, ən kiçik qiymətini tapmalıyıq, təyin oblastını və yaxud da tək və ya cüt olduğunu müəyyənləşdirməliyik. Gəlin baxaq birinci funksiyaya. Birinci funksiya deyir 3-də 1 mənfi x-in kvadrat üstə gəl 6x minus 13. Gəlin bunu sadələşdirək. Bunu yaza bilərik. 3-ün üstü mənfi 1. 3-də 1 yaza bilərik. Bu da olur mənfi x kvadratı plus 6x minus 13. Mənfi bunun işarəsini dəyişsə olur x kvadratı minus 6x plus 13. Gəlin indi bunu tam kvadrata ayıraq. X kvadrat çıxaq 6x plus 9 plus 4 yaza bilərəm. O da olur 3-ün üstündə x minus 3-ün kvadratı plus 4. İndi baxın. Bizə deyir ki, bu ifadənin görə ən böyük, ən kiçik qiymətini müəyyən edə bilirik. Baxın, biz x-a istənilən qiymət qoysaq, kvadrat onu müsbət edər, bu ifadənin qiyməti böyüyər. Deməli, biz bu ifadənin ən kiçik qiymətini tapa bilərik. Ən kiçik qiymətini x3 olanda alır. Niyə? x3 olanda burası 0 olur, kvadratın 0 qiyməti qalır. Burada alınır 3 üstü 4, o da olur 81. Deməli, bu ifadənin ən kiçik qiyməti 81-dir. O da uyğundur birinciyə C. 1-ə C.
Sonra baxaq ikinciyə. Y bərabərdir loqaritma 2 əsasdan x. Biz bilirik ki, loqaritmanın altı müsbət ədədlər olar. Ona görə x-in qiyməti sıfırdan böyük olmalıdır. Yəni bu ifadənin təyin oblası 0 müsbət sonsuzluq 2-yə uyğundur. Burada 2-yə d qiyməti də uyğun olar. Niyə deyib? Deyək ki, x 17 olduqda funksiyanın qiymətinin tam hissəsi 4-ə bərabərdir. Bəli. Baxın, mən yaza bilərəm. Y bərabərdir loqaritma 2 əsasdan 17. Burada 16 olsaydı, olardı 4. Baxın, tutaq ki, olsaydı ki, loqaritma 2 əsasdan 16, 16 2 üstü 4'dür. Buradan 4 alınardı. 17 4'dən böyük ədəd olduğuna görə bu 4 tam nə qədər salınır? Tutaq ki, 4 tam onda bir, ya neysə də təqribi qiymət. Bunun tam hissəsi deməli 4'ə bərabər olur. Ona görə də deməli ikinciyə uyğundur D variantı. Sonra baxaq üçüncüyə. Üçüncü də trigonometriyadır. Bunda biri sinus, biri kosinus, onda deyirdik ki, A sinus x plus B kosinus x. Bu ifadənin ən böyük ən kiçik qiyməti plus minus kök altında kvadratlar cəmdir. Deməli biz də yaza bilərik plus minus kök altında 1'in kvadrat üstə gələ kökdə 3'ün kvadrat. O da plus minus kökdə 4. 4'dən də kök 2 çıxır. Bu ifadənin ən böyük qiyməti 2. Yəni üçüncü uyğundur A. Ən kiçik qiyməti mənfi 2. O da yoxdur. Deməli 1'ə oldu C, 2'yə B'dir, 3'ə A. 44-cü suala baxaq. 44-cü sualda yenə oxşar sualdır. Birincini sadələşdirək. 2'nin üstündə mənfini ortaq vurub çıxarsaq qalır x kvadratı plus 4x plus 1. Bu da mənfidir. 2'nin yerinə 2'də 1 yaza bilərik. Burada da qaldı x kvadrat plus 4x. Tam kvadrat ayırmaq üçün bizə 4 lazımdır. Ona görə 4 əlavə edib 4 çıxıram. O da oldu 2'də 1'in üstündə x plus 2'nin kvadratı minus 3. Deməli, bu ifadənin biz ən kiçik qiymətini tapa biləcəyik. Niyə? Çünki baxın, kvadrat böyüdükcə, məsələn x-a biz qiymətlər qoyduqca, bunun kvadrat bunu müsbət ədəd edir. Bunun qüvvəti böyüyür. Qüvvət böyüdükcə kəsirin qiyməti kiçilir. Bir var 2'də 1'in kvadratı olsun 4'də 1. Bir də var tutaq ki 2'də 1'in kubu olsun. Bunun qüvvəti böyüdükcə kəsirin qiyməti nə olur? Kiçilir. Ona görə də biz deyirik ki, x-in mənfi 2 qiymətində bu ifadənin deməli ən böyük qiyməti var. 2'də 1'in üstü oldu mənfi 3, o da oldu 2'nin kubu 8. Bu ifadənin ən böyük qiyməti 8'dir. Ən kiçik qiyməti bilmirik. Yəni qiymət qoyduqca bunun qiyməti, x-ə qiymətlər qoyduqca qiymət nə olacaq? Kiçiləcək. Funksiyanın qiyməti kiçiləcək. 1'ə B uyğundur. Sonra ikinci suala baxaq. İkincidə deyir ki, loqaritma y bərabərdir loqaritma 3'də 1 əsasdan x. Biz bilirik ki, loqaritmanın altı 0'dan böyük olmalıdır. Yəni bunun təyin oblastı C-dir. Yəni 0'dan böyük ədədlərdir. Sonra burada deyir ki, D variantını yoxlayaq. X 10 olduqda funksiyanın qiymətinin tam hissəsi mənfi 3'dür. Yəni x 10 qoyaq görək nə olur. X 10 qoysaq 3'də 1 3'dür, mənfi 1 yazıram. Burada yazıram 10. Bu da olur mənfi qarşıya keçir. Mənfi loqaritma 3 əsasından 10. Bəli, bunun təqribən tam hissəsi mənfi 3'dür. Niyə? Tutaq ki, onun yerinə 9 olsaydı bunun cavabı 2 alınardı. Amma 10'dur deyə bunun cavabı mənfi 2 tam nə qədərdir? Tutaq 2 tam onda 1. Mənfi ədədində tam hissəsi, mənfi 2 tam onda 1'in tam hissəsi məlum məsələdir ki, mənfi 3'dür. Bu da deməli birinciyə həm ikinci həm C uyğun oldu, həm də D. Üçüncüdə də biri sinus, biri kosinus onda yenə kök altında kvadratlar cəmi. Kökdə 2'nin kvadratı üstə gələ kökdə 7'nin kvadratı. O da oldu plus minus 7 plus 2. O da oldu nə? Plus minus kökdə 9. 9'dan da kök 3 çıxır. Bu 3 bunun ən böyük qiymətidir. Mənfi 3 isə ən kiçik qiymətidir. Buna da uyğundur A variantı. 45-ci suala baxaq. Deməli, burada uyğunluq verib. Birincidə deyir ki, y bərabərdir 3 x plus 9'da 1. İkinci ifadədə y bərabərdir ln 3x plus 9'da 1. Üçüncüdə də y bərabərdir 9'da 1'in üstü x plus 3. İndi bizə uyğunluqlar verir. Birinci nə uyğundur? Deməli, bizdə lazımdır təyin oblastı, qiymətlər oblastını müəyyən etmək. Gəlin bir müəyyən edək. Buradan yazaq təyin oblastı. Üçündə təyin oblastını tapaq.
Birinci ifadənin təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Çünki küsusi funksiyada x istənilən qiymət ala bilər. İkincidə təyin oblastını müəyyən etmək üçün biz deyirik ki, loqaritmanın altı sıfırdan böyük ədədlər olmalıdır. Bunu sıfırdan böyük götürüb həll edirik. Bu da cavab oldu təyin oblastı mənfi 27-də 1-dən müsbət sonsuzluğa. Üçüncü funksiya da üslü funksiyadır. Təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. İndi baxaq. Təyin oblastına aid bir B variantıdır, bir də C variantı. Deyir ki, B-də deyir x bərabərdir 0 ədədi təyin oblastına daxil deyil. Biz baxırıq ki, üçünə də 0 daxildir. Deməli, B variantı heç birinə uyğun deyil. X bərabərdir mənfi bir ədədi təyin oblastına daxil deyil. Baxın, ikinci tapşırıqda, bəli, o təyin oblastına daxil deyil. Ona görə də birinci, deməli, ikinciyə uyğundur C. Mənfi bir ədədi bura daxil deyil. Sonra keçək qiymətlər çoxluğunu müəyyən edək. İndi birinciyə baxaq qiymətlər çoxluğuna. Birinci ifadənin qiymətlər çoxluğu y bərabərdir 3-ün üstü x plus 9-da 1. Biz burada bilirik ki, x mənfi ədəd ala bilər, müsbət və yaxud da 0 ala bilər. Tutaq ki, x mənfi qiymətlər alsa olur nə? 3-ün üstü mənfi 1 plus 9-da 1. Bu olur 3-də 1 plus 9-da 1. O da oldu 9-da 4. Və yaxud da nə bilim 3-ün üstü mənfi 2 olsa, üstə gəl 9-da 1. Bu da olur 9-da 1 plus 9-da 1. Bu da oldu 9-da 2. Yəni biz x-a mənfi qiymətlər və yaxud da müsbət qiymətlər qoysaq, bunun qiyməti sıfırdan böyük ədədlər olacaq. Heç vaxt bu ifadə sıfıra bərabər ola bilməz. Amma sıfır da ola bilməz, düzdür? Sıfırdan böyük ədədlər olur. Ona görə birincinin qiymətlər çoxluğu olur sıfırdan müsbət sonsuzluğa. İndi sıfırdan müsbət sonsuzluğa ən kiçik tam ədəd neçədir burada? 1. Ona görə birinci uyğundur A variantı. Sonra baxaq ikinci və üçüncü təyin qiymətlər oblastını müəyyən edək. İkinci tapşırıqda qiymətlər oblastı biz bilirik ki, burada loqaritmadan alınan cavab mənfi də ola bilər, müsbət də ola bilər. Ona görə bunun qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. İkinciyə D variantı uyğundur. Burada qaldı deməli üçüncü y bərabərdir 9-da 1-in üstü x plus 3. Bunun qiymətlər çoxluğu x ən azı, x-in ən azı qiyməti məsələn 0 olsa, x-ə 0 qoysaq, bu olur y bərabərdir 9-da 1-in üstü 0 plus 3. Bu da olur 4. Və yaxud da mənfi qiymətlər qoysaq o necə olur? 9-da 1-in üstü tutaq ki, mənfi bir qiymət qoyuruq. Buradan alınan cavab 9 plus 3 böyüyür. Yəni, x-ə mənfi müsbət qiymətlər qoyduq. İstənilən bir qiyməti qoyanda alınan cavab 4 və ya 4-dən böyük olur. Ona görə bunun qiymətlər çoxluğu əslində 3 tam nə qədər də ola bilər. Biz bunu burada məsəl üçün tutaq ki, x-ə biz 1 qoysaq, onlar 3,9-da 1. Ona görə biz bunun qiymətlər çoxluğunu 3-dən böyük ədədlər götürürük. 3-dən böyük ədədlər, o da uyğun olur Y variantı. 46-cı suala baxaq. 46-cı sualda oxşardır. Gəlin tək-tək yazaq. Birincini müəyyən edək. Y bərabərdir 8-də 1-in üstü x minus 2. İndi baxaq. Bu ifadədə təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiymət ala bilər. Bu məlum məsələdir. Ona görə birinciyə uyğundur. Təyin oblastı yoxdur burada. İndi baxaq. Qiymətlər çoxluğuna. Qiymətlər çoxluğuna baxanda, qiymətlər çoxluğu y nə ola bilər? Y burada, baxın. Y burada mənfi 2-dən böyük ədədlər alır. Niyə? Çünki biz x-a, məsələn üçün 0, mənfi, müsbət qiymət qoysaq, nə qoysaq, mənfi 2-dən böyük cavab alınacaq. Ona görə bunun qiymətlər çoxluğu olur, mənfi 2-dən müsbət sonsuzluğa. Sonra ikinciyə baxaq. Y bərabərdir, loqaritma 8-də 1x çıxaq 2. Bunun təyin oblastına baxaq. Təyin oblastı biz bilirik ki, loqaritmanın altı 0-dan böyük olmalıdır. O da oldu 8-də 1x böyükdür 2, x da böyükdür 16. Bunun təyin oblastı 16-dan böyük ədədlər. 16 müsbət sonsuzluq. İndi bizə deyir ki, deməli, təyin oblastı 17 təyin oblastına daxil deyil. Bunun təyin oblastına daxildir. Birincidə deməli uyğun oldu Y. Bunu yazmadıq. 1-ə uyğun oldu Y. Sonra Y uyğundur. Başqa nə var burada? Qiymətlər çoxluğu da x0 təyin oblastına daxil deyil.
Sonra baxaq ikincidə. İkincidə deməli 16-dan qiymətlər çoxluğu bu deyil. 17-də də təyin oblasına daxil deyil. Burada daxildir. Burada deyil x bərabər 0 dedi. Təyin oblasına daxil deyil. Yəni ikincidə daxil deyildi. 16-dan böyük ədədlərdir. Biz də dedik ki, bunun qiymətlər çoxluğu, loqaritmanın qiymətlər çoxluğu istənilən ədəddir. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Ona görə ikinci həm də nə uyğundur? B variantı. Sonra baxırıq 3-ə. 3-də nədir? Deməli, y bərabərdir 2-nin üstü x çıxaq 8-də 1. Burada x təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Qiymətlər çoxluğu da 0-dan böyük ədədlərdir. 0 müsbət sonsuzluq. İndi bizə deyir ki, qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd elə 0-dır. Buna da uyğundur A variantı. Sonra baxaq 47-yə. 47-ci sualda oxşar sualdır. Deməli, f(x) bərabərdir 10'un üstündə sinus x. Sonra bunu baxaq. Burada təyin oblasti və qiymətlər çoxluğunu müəyyən etmək lazımdır. Birincidə sinusun təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiymət ala bilər. Ona görə 1-ə uyğundur y. Qiymətlər çoxluğunu tapanda sinusun qiymətlər çoxluğu mənfi 1-1 aralığındadır, biz bilirik. Mənfi 1-1. İndi bir dəfə sinusa 1 yazsaq olur 10 üstü 1, 10. Mənfi 1 yazsaq olur 10'da 1, yəni o da 0,10'da 1. Deməli, bu oldu 0,10'da 1-dən 10'a. Oldu, uyğun oldu B variantına. Sonra baxaq ikinciyə. İkincidə də deməli fx bərabərdir 10'un üstündə kök altında x minus 10. Bunun təyin oblasti x çıxaq 10 böyük bərabər 0 olmalıdır. Biz bilirik ki, kökün altı 0'da bərabər və 0'dan böyük olur. Ona görə də bunun təyin oblasti 10 müsbət sonsuzluq A variantı. Qiymətlər çoxluğu da kök ən azı 0 ala bilər. Qiymətlər çoxluğu 10 üstü 0 olur 1. Bunun qiymətlər çoxluğu da 1-dən böyük qiymətlər olur. 1 müsbət sonsuzluq C. Üçüncüyə baxaq. Biz üçüncüdə deməli loqaritma x minus 10. Biz bilirik ki, loqaritmanın deməli qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Amma təyin oblasti loqaritmanın altı 0'dan böyük olmalıdır. Ona görə bunun cavabı olur 10'dan müsbət sonsuzluğa D. 1'ə y, B2'yə A, 3'ə D. Sonra 48-ci suala baxaq. Birinci deməli fx bərabərdir y-nin üstündə kosinus x. Bunun təyin oblasti biz bilirik ki, kosinus x-in təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Deməli, təyin oblasti oldu mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu kosinusun 1 mənfi 1'dir. Yəni bir dəfə y-nin üstə 1 yazırıq olur y. Bir dəfə də y üstü mənfi 1 yazsaq olur y-də 1. Deməli, bunun qiymətlər çoxluğu y-də 1'dən y-yə olur. Yəni, təyin oblasti mənfi sonsuzluq müsbət sonsuzluğuna A uyğundur. Bir də y. Baxaq ikinci funksiya. Fx bərabərdir y üstü kök altında x minus 3. Təyin oblasti biz deyirik ki, kökün altı böyük bərabərdir 0 olmalıdır. X böyük bərabərdir 3. X-in deməli təyin oblasti bunun oldu. 3'dən böyük qiymətlər C variantı. Bir də bizə lazımdır nə? Bunun qiymətlər çoxluğu. Qiymətlər çoxluğu da yoxdur, bunu verməyibdir. Qiymətlər çoxluğu bunun qiymətlər çoxluğu x3 olsa olur. Deməli, kökün ən kiçik qiyməti nədir? 0 və 0'dan böyük ədədlər. Buradan ən kiçik qiymət 1 alınır və 1'dən böyük qiymətlər alınır. Bunun qiymətlər çoxluğunu verib burada 1 müsbət sonsuzluq, ona da uyğundur B. Sonra baxaq 3-cü suala. 3-cü sualda da loqaritma deməli fx bərabərdir ln x minus 3. Biz bilirik ki, loqaritmanın qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunu verməyib bizə. Təyin oblasti loqaritmanın altı 0'dan böyük olmalıdır. O da böyükdür. X böyükdür 3'dən. 3'dən böyük ədədlərdir. 49-cu suala baxaq. Deməli, birinci y bərabərdir 2 üstü x. Bu üslü funksiyadır. Üslü funksiyada biz bilirik ki, təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa, qiymətlər çoxluğu 0'dan müsbət sonsuzluğa. Ona görə 1'ə y, B-də B uyğundur. İkincidə baxaq. Loqaritma 2 əsasdan x minus 2. Loqaritmanın təyin oblastını tapmaq üçün loqaritmanın altını 0'dan böyük götürür. X böyükdür 2'dən. Bu olur təyin oblasti 2'dən müsbət sonsuzluğa. Qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğa. O da yoxdur.
Üçüncüye baxaq. Y bərabərdir. Bu da 2'nin üstündə kök altında x minus 2. Təyin oblasti x-in alabiləcəyi qiymətlərdir. Bu misalda da kök var. Kökün altını biz böyük bərabərdir 0 götürürük. Bunun təyin oblasti olur 2-dən müsbət sonsuzluğa. A variantı. Qiymətlər çoxluğu. Bu x-i deməli 2 qoysaq olur 2 üstü 0. Yəni 1 alınır. Qiymətlər çoxluğu bunun ən azı 1 olur. 1-dən müsbət sonsuzluğa. Ona görə də 1'e YB, 2'ye D, 3'e AC uyğun olur. Baxaq indi 50-ci suala. 50-də görə nə deyir? 50-də də yenə oxşar sualdır. Birincidə deməli üslü funksiyadır. Üslü funksiyada biz dedik ki, təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq A variantı. Qiymətlər çoxluğu 0, müsbət sonsuzluq. İkinci loqaritmik funksiyada qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq bu yoxdur. Təyin oblasti loqaritmanın altını 0-dan böyük götürürük. Bu da 5 müsbət sonsuzluq D variantı. Üçüncü, deməli y bərabərdir 5'in üstündə kök altında x çıxaq 5. Bunun təyin oblasti kökün altını biz böyük bərabərdir 0 götürürük. O da olur 5 müsbət sonsuzluq Y variantı. Bunda qiymətlər çoxluğu dedi ki x kökən az 0 alar. 0 alsa buradan alınan cavab 1 olur. O da 1'dən böyük qiymətlər. 1 müsbət sonsuzluq B variantı. Bundan əvvəlki sualda açıqlamasını vermişdik. 1 AC, 2 D, 3 YB. 51-ci suala baxaq. 51-ci sualda deməli birincidə deyir y bərabərdir loqaritma 2 əsasından x plus 4. Burada variantlarda verib təyin oblastında azalandır, təyin oblastında artandır, cüt funksiyadır, qrafiki ordinat oxunu kəsmir, yalnız müsbət qiymətlər alır. Bunun əsasına baxırıq. Əsas 1'dən böyükdür. Biz də deyirik ki, əsas 1'dən böyükdürsə, bu artan funksiyadır. Yəni x plus 4, bunun təyin oblasti 0'dan böyük olur. X də böyükdür mənfi 4'dən. Yəni mənfi 4'dən böyük qiymətlər qoysaq, bu artan funksiyadır. Ona görə birinci B uyğundur. İkincidə y bərabərdir loqaritma 2'də 1 əsasından x minus 4. Burada əsas 0-1 arasındadırsa, biz dedik ki, əsası 0-1 aralığında olanda azalan funksiya olur. Buna A variantı uyğundur. Və təyin oblastında, yəni bunun təyin oblastında bax, x çıxaq 4 böyükdür 0'dan. Burada x böyükdür 4'dən. Bunun qrafikini qurub göstərsək, baxın. Bu x'dir, bu da y'dir. Yəni x'in qiymətləri 4'dən böyük olur. Bu 4'dürsə, burada x'in aldığı qiymətlər 4'dən böyük qiymətlər alır. Yəni 4'dən böyük qiymətlərdə də bunun qrafiki təxminən ta ki 4'dən böyük tam qiymət 5 götürək. Bunun qrafiki təxminən belə çəkilir. Y oxunu kəsmir. Ona görə bunu y oxunu kəsmir, D variantı da götürə bilərik. Sonra üçüncü y bərabərdir loqaritma 2 əsasından x kvadratı plus 4. Burada bu kvadratik funksiyadır deyə, biz buna cüt funksiya deyə bilərik. Deməli cüt funksiya deyirik. Bir də bu yalnız müsbət qiymətlər alır. Yəni x-ə hansı qiyməti qoyaq, alınan cavablar müsbət ədədlər alır. Y variantı. 52-ci suala baxaq. 52-ci sualda birincidə deyir y bərabərdir loqaritma 3 əsasından x minus 3. Biz burada deyirik ki, əsas 1'dən böyükdür. Ona görə bu artan funksiyadır. Yəni təyin oblastında. Bunun təyin oblasti nədir? Təyin oblasti x çıxaq 3 böyükdür 0'dan, x də böyükdür 3'dən. Baxın, bunun təyin oblasti bu x-dir, bu da y-dir. 3'dən böyükdür. Tutaq ki, bura 3'dür. 3'dən böyük 4 ola bilər. Bu 3'dürsə, 3'dən böyük 4, 5 təyin oblasti tam ədədlər bu qiymətlər ala bilər. Bu y oxunu kəsmir. Baxın, bunun qrafiki buradan belə kəsir keçir. Deməli, bu həm təyin oblastında artan funksiya olur, həm də bunun qrafiki ordinat oxunu kəsmir. Sonra ikinciyə baxaq. İkincidə də y bərabərdir loqaritma 3'də 1 əsasından x plus 3. Burada da uşaqlar əsasa baxırıq. Əsas deməli 0-1 aralığında olduğuna görə bu təyin oblastında azalan funksiya olur. 2'ye y. Bir də üçüncüyə baxaq. Üçüncüdə də y bərabərdir loqaritma 3 əsasından x kvadratı plus 3. Burada da x-in istənilən qiymətində bu cüt funksiyadır.
və müsbət ədədlər alır burada. Çünki x heç vaxt buradan necə qiymət ala bilməz, mənfi qiymət ala bilməz. 53-cü suala baxaq. Y bərabərdir loqaritma 2 əsasdan 9 üstü x üstə gələk. Bunu da yaza bilərik 1/9x üstü x plus a. Funksiyası üçün uyğunluğu müəyyən edin. Deməli, funksiyamızdan ən kiçik qiymət lazımdır. 9 üstü x plus 9 üstü x da 1. Bu 9 üstü x da müsbət ədəddir. Bu 9 x da 1 də müsbət ədəddir. Biz bunu qoşu bərabərlisinə görə yazsaq, belə yaza bilərik. Böyük bərabərdir 2 vuraq, kök altında bunların hasili. Deyə bilək, bunlar ixtisar getdi. 9 üstü x üstə gələk, 9 üstü x da 1 böyük bərabərdir 2-dən. Deməli, bu ifadənin ən kiçik qiyməti 2-dir. Yerdə qalan qiymətlər 2-dən böyükdür. Burada qaldı y bərabərdir loqaritma 2 əsasından 2 plus a. İndi uyğunluğu müəyyən edək. Birincidə y, deməli a-nın qiyməti 6 olsa, y bərabərdir loqaritma 2 əsasdan 8 olur. Buradan alınır cavab 3. İkincidə y bərabərdir loqaritma 2 əsasdan 14 olsa, bu olur 16, cavab olur 4. Üçüncüdə y bərabərdir loqaritma a-nın yerinə mənfi 1 yazsaq, 2-dən 1 çıxanda olur 1, loqaritma 2-dən 1 də bu da oldu 0. Deməli, birinci ifadənin ən kiçik qiyməti S, ikincinin ən kiçik qiyməti A uyğundur, üçüncünün ən kiçik qiyməti 0-dır, Y uyğundur. 54-cü sualda oxşar sualdır. Burada da yine qoşu bərabərlisinə istifadə edərək tapa bilərik. Birincini yazaq elə 9 üstü x üstə gələk 9 üstü mənfi x. Bunu bayaq dedik 2 vuraq kök altında hasili. O da oldu 9 üstü x üstə gələk 9 üstü mənfi x böyük bərabərdir 2-dən. İndi gətirib yerinə yazsaq loqaritma 2 əsasından bu ifadənin ən kiçik qiyməti 2-dir. Yerinə 2 yazsaq olur 2 üstə gəl 6 bərabərdir loqaritma 2 əsasından 8. 2 əsasından 8 də bizə verir 2'nin kubu. Cavab oldu 3. Deməli bunun ən kiçik qiyməti 3'dür. C variantı. Ən kiçik qiyməti 3'dür. Qiymətlər çoxluğu isə 3'dən böyük ədədlərdir. 3 müsbət sonsuzluq B variantı. Deməli 1'ə həm B həm də C uyğundur. Sonra ikinci suala baxaq. İkinci sualda yine qoşu bərabərlisinə istifadə edəcəm. 4'ün üstü x üstə gələk 1 bölək 4'ün üstü x böyük bərabərdir. 2 vuraq kök altında bunların hasili. Bunun da ən kiçik bunlar 1 olur. Ən kiçik qiyməti 2'ye bərabərdir. Yazıram ikincidə deməli y bərabərdir loqaritma 3 əsasından 2 üstə gəl 7. O da bərabərdir loqaritma 3 əsasından 9. O da olur loqaritma 3 əsasından 9 3'ün kvadratıdır. Cavab oldu 2. Deməli bunun ən kiçik qiyməti 2 A variantı uyğundur və 2'dən böyük ədədlərdir. Qiymətlər çoxluğu bunun olur nə? 2 müsbət sonsuzluq. Deməli 2'yə də 1'i B'si 2A'dır. Üçüncünü baxaq. Üçüncü də yenə qoşu bərabərlisinə istifadə etsək, bu ifadə bizə 2 verəcək ən kiçik qiyməti. Y bərabərdir loqaritma 5 əsasından 2 plus 3. O da oldu loqaritma 5 əsasından 5. Cavab oldu 1. Ən kiçik qiyməti bunun 1'dir. Qiymətlər çoxluğu isə 1 müsbət sonsuzluq. O da yoxdur. Sonra baxaq 55-ci suala. Silək. 55-ci sualda yine təyin oblastının qiymətlər çoxluğunu soruşur. 55. Birinciyə baxaq. Y bərabərdir loqaritma 3 əsasından kök altında 9 plus x kvadratı funksiyasının təyin oblastından tapaq. Burada biz bilirik ki x'in kökün altında müsbət ədədlər olmalıdır və loqaritmanın altı da müsbət ədəd olmalıdır. Burada x'in kvadratı olduğuna görə x'in istənilən qiymətində burada kökün altı da müsbət olur, loqaritmanın altı da müsbət olur. Ona görə burada bunun təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. İstənilən qiymət olanda bunun mənası var. Birinciyə B uyğundur. Qiymətlər çoxluğu isə
Biz deyirik x-in kvadratının ən kiçik qiyməti 0 ola bilər. X-in kvadratının ən kiçik qiyməti 0 olarsa, bunun qiymətlər çoxluğu olur loqaritm 3 əsasından kökdə 9. Bu da olur loqaritma 3 əsasından 3, 1. Bunun ən kiçik qiyməti 1-dirsə, deməli yerdə qalan qiymətlər 1-dən böyükdür. Ona görə bunun qiymətlər çoxluğu 1 müsbət sonsuzluq olur. 55-də 1 b-yi. Sonra ikinciyə baxaq. Y bərabərdir kök altında sürətdə modulda x minus 1, məxrəcdə x. Deməli, bizə bunun təyin oblastı lazımdır. Təyin oblastı x müsbət ədəd olmalıdır. Çünki mənfi ədəd olsa, loqaritmanın altı, loqaritma yox, kökün altı mənfi olar. Ona görə burada x-in yalnız müsbət qiymətlər ödəyir və x 0 ola bilməz. Bunun təyin oblastı 0-dan böyük ədədlərdir. İkinciyə A uyğundur. Buradan alınan qiymətlər ən azı 0 ola bilər. 0-dan böyük ədədlər olur bunun qiymətlər çoxluğu. Çünki kök altı funksiyanın qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğa. Ona görə buna da D variantı uyğundur. Qaldı üçüncü. Üçüncüdə y bərabərdir 2-nin üstündə 1 bölü x minus 2. Biz deyirik ki, üslü funksiyada qüvvət istənilən ədəd ola bilər. Amma burada x-i məxrəcdə verdiyinə görə biz x-i deyirik ki, x burada 2 ola bilməz. X 2 ola bilməz niyə? Çünki kəsirin məxrəci 2 olar. Onda mənası olmaz. Bunun təyin oblastı deməli 2-dən başqa bütün ədədlər ola bilər. Qiymətlər çoxluğu isə deməli qiymətlər çoxluğu üslü funksiyanın 0-dan müsbət sonsuzluğadır. Lakin burada bir fərqlilik var ki, bunun 0-dan müsbət sonsuzluğa olması üçün 0-dan müsbət sonsuzluğa deyirik qiymətlər çoxluğunu 0-dan müsbət sonsuzluğa. Amma burada 1 ola bilməz. 1 olması üçün bu funksiyanın qiyməti 0 olmalı lazımdır. Yəni 2 üstü 0-dan 1 alınır. Bu da x-in hansı qiymətində bu funksiya 0 olar. Ona görə olmaz. Deməli bunun qiymətlər çoxluğu ola bilər 0-dan 1-ə və 1-dən müsbət sonsuzluğa. Nə mənfi qiymət ala bilmir, nə də 0 ala bilmir. Buna da uyğundur C variantı. 56-cı sualda oxşar sualdır. Deməli, birincidə y bərabərdir loqaritma 2 əsasından kök altında 4 üstəgəl x kvadrat funksiyası verib. Bu təyin oblastı istənilən qiymət ala bilər. Çünki kökün altında x-in kvadratıdır. X kvadratda da istənilən qiymət qoyanda onsuz da müsbət olur. Təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluğa variantı. Qiymətlər çoxluğudur. Biz deyirik ki, x kvadratının ən kiçik qiyməti 0-dır. 0 olsa bundan alınan ən kiçik qiymət olur loqaritma 2 əsasdan kökdə 4. O da oldu loqaritma 2 əsasdan 2. Ən kiçik qiyməti 1-dir və bunun qiymətlər çoxluğu 1-dən müsbət sonsuzluğadır. Ona görə A, C uyğundur. İkinciyə baxaq. İkinci kök altı funksiyadır. Kök altı funksiyada biz deyirik kökün altı mənfi olmaz və məxrəcdə x da 0 olmaz. Yəni kökün altı qiymətlər çoxunda 0-dan müsbət sonsuzluğa. Çünki kök altı funksiyanın ən kiçik qiyməti 0 ola bilər. Deməli bunun qiymətlər çoxluğu oldu Y. Təyin oblastda 0-dan başqa istənilən ədəd ola bilər. Bir də mənfi olmaz. Mənfi olsa məxrəc mənfi olar. Ona görə bunun təyin oblastı 0-dan müsbət sonsuzluğadır. Qaldı üçüncü. Y bərabərdir 2-nin üstündə sürətdə 1 məxrəcdə x plus 1. İndi burada deyirik ki, bunun təyin oblastı. Təyin oblastı burada x bir dənə mənfi 1 ola bilməz. X mənfi 1 olmaz ona görə ki, kəsirin məxrəci mənfi olar. Amma buradan alınan qiymətlər, deməli x mənfi 1 olmaz, amma başqa qiymətlər ola bilər. Mənfi qiymətlər olsa buradan kəsir cavab alınar. Müsbət qiymətlər olsa da müsbət ədədlər ola bilər. Amma bu misaldan heç vaxt cavab 0 olmaz. Bir də 1 olmaz. 0 və 1-dən başqa buradan olur 1-dən müsbət sonsuzluğa. Bu üçüncü uyğundur D variantı. Burada 2-yə B də uyğundur dedikdə. 57-ci suala baxaq. Deməli bizə funksiya verib. Deyir f(x) bərabərdir loqaritma a əsasından x. Funksiyasında x1, deməli x-in qiyməti 3-də 1 olarsa, f(x) funksiyasının qiyməti olur 1. Yəni y1 isə bu da funksiyadır da. İndi x-a 3-də 1 qoyaq, yazaq 1 bərabərdir loqaritma a əsasından 3-də 1. Bunu tənlik kimi əldə etsək, gəlin belə yazaq. Loqaritma a əsasından 3-də 1 bərabərdir 1.
Buradan da 3'te 1 bərabərdir a üstü 1. A oldu 3'te 1. A'nın 3'te 1 tapdıq. Gətirək yerinə yazaq. Fx bərabərdir. Loqaritma 3'te 1 əsasından x. İndi bizə deyir ki, f 27'ni tapın. F 27'de 1. Deməli 2 dəfə 27'de 1 tapırıq. Bir dəfə yerinə 27'de 1 yazanda olur nə? Loqaritma 3'te 1 əsasından 27'de 1. Bunu yazdı. Burada qaldı f. O da oldu f. 27'de 1 3'te 1'in kubudur da. Buradan alınır f3. Sonra bunu yazandan sonra bize f3'ün qiymət lazımdır. Deməli yenidən qayıdıb x'in yerinə 3 yazırıq. Olur 3'te 1 əsasından 3. O da olur loqaritma 3'ün üstü mənfi 1 əsasından 3. Cavab oldu mənfi 1. Yəqin ki burada fikrim aydın oldu da sizə. Əvvəlcə f27'ni soruşur 27'de 1'i. Bir dəfə yerinə 27'de 1 yazırıq. Aldığımız cavabı tapırıq. Sonra aldığımız cavabı soruşur. Yəni f3 tap hesabladıq, f3 aldıq. Sonra yenidən f3'ü tapırıq. F3'ü tapmaq üçün x'in yerinə 3'te 1 yazırıq. 58-ci sualda oxşar sualdır. 58'də nə deyir? Yenə deyir ki x 4'te 1 olarsa y, yəni fx funksiyası olur 1. İndi bizə deyir ki fx bərabərdir loqaritma a əsasından x'i tapın. Yazırıq 1 loqaritmadan öncə yazaq. Loqaritma a əsasından 4'te 1 bərabərdir 1. Bu da a oldu 4'te 1. İndi bizə f16'da 1 soruşur. Birinci f16'da 1'i tapaq. Görək cavab nə olur? f16'da 1 tapmaq üçün olur. Loqaritma a'nın qiymətini 4'te 1 tapmışıq. 4'te 1 əsasından 16'da 1 x'in yerinə yazırıq. O da olur 16'da 1 4'te 1'in kvadratı da yazırıq. Loqaritma 4'te 1 əsasından 16'da 1. 16'da 1 də yazırıq 4'te 1'in kvadratı. Cavab oldu 2. İndi biz f2'ni tapmalıyıq. O da oldu f2'ni tapmaq üçün olur loqaritma a'nın yerinə 4'te 1 yazırıq. X'in yerinə 2. 4'te 1 də x'in üstü mənfi 2'dir. Bu da qüvvətlərin nisbəti olur. Mənfi 2'də 1 loqaritma 2 əsasdan 2. Cavab oldu mənfi 2'də 1. Mənfi 2'də 1 də mənfi 0,5 deməkdir. 59-cu suala baxaq. Deməli y bərabərdir loqaritma 2 əsasından x plus a'nın kvadratı çıxaq 5a plus 8. Funksiyasının qrafiki şəkildəki kimidir. Baxırsınız funksiyanın qrafiki burada x-i mənfi 3 nöqtəsində kəsib. Biz deyə bilərik ki x mənfi 3 olanda y olur 0. Çünki absisi kəsdiyi nöqtədə ordinat 0'a bərabər olur. O da yaza bilərik. Loqaritma 2 əsasda mənfi 3 üstə gəl a kvadrat çıxaq 5a üstə gəl 8 bərabərdir 0'a. Bunu sadələşdirəndə olur a kvadrat çıxaq 5a üstə gəl 5 bərabərdir 2 üstə 0. A kvadrat çıxaq 5a üstə gəl 5 çıxaq 1 bərabərdir 0'a. A kvadrat çıxaq 5a üstə gəl 4 bərabərdir 0'a. Bunda köklərindən biri mənfi 1, digəri isə mənfi 4'dür. Vuranda 4, toplayanda 1 ilə 4 lazımdır bizə. Cəmi müsbət 5 olmalıdır. Onda köklərindən biri 1, digəri isə 4'dür. İndi bizə deyir ki a'nın ən böyük qiyməti. Onda a'nın böyük qiyməti 4 olur. Cavab oldu 4. 60-cı sualda oxşar sualdır. Burada da yenə deməli absis mənfi 3'dür. Absisi mənfi 3'sə ordinatı 0'dır. Yazırıq loqaritma 2 əsasından x plus a kvadratı çıxaq 7a plus 14 bərabərdir 0'a. X'in yerinə burada yazaq da. X'i silə yerinə yazaq mənfi 3. O da olur a'nın kvadratı çıxaq 7a plus mənfi 3 üstə 14 gələndə 11 bərabərdir 2 üstə 0. A'nın kvadratı çıxaq 7a üstə gəl 11 bərabərdir 1. A'nın kvadratı çıxaq 7a üstə gəl 10 bərabərdir 0. O da a1 oldu 2, a2 oldu 5. Vuranda 10, toplayanda 7. İndi bizə deyir a'nın hansı ən böyük qiymət? Ən böyük qiymət neçədir? 5. 61-ci suala baxaq. Fx bərabərdir. Bir funksiya verilib. Bu funksiyanın ən kiçik qiymətini tapın deyir. Birinci funksiyanı sadələşdirək. Loqaritma 8'də 1 əsasına demək kiçilik
olur 3 vuraq loqaritma 3 əsasından x-in kvadratı plus 4 vuraq loqaritma 3 əsasından x vuraq. Bu loqaritma 3 əsasından 3 bölü x-i biz deyirik ki, loqaritmanın əsasının olduğu kimi saxlayıb çıxma yaza bilərik. 3 əsasından 3 çıxaq loqaritma 3 əsasından x. Çünki əsaslar eyni olanda loqaritmanın fərqi onların nisbətidir. Bərabərdir. İndi bunu sadələşdirsək olur loqaritma 8'də 1 əsasından 3 vuraq loqaritma 3 əsasından x-in kvadratı plus 4. Bunu mötərizənin daxilinə vururuq. Loqaritma 3 əsasından 3 bizə 1 verir. 4'ü vuranda olur 4 vuraq loqaritma 3 əsasından x çıxaq. 4 vuraq loqaritma 3 əsasından x-in kvadratı. O da bərabərdir. Bunu sadələşdirsək olur loqaritma 8'də 1 əsasından olur 4 vuraq loqaritma 3 əsasından x çıxaq. Böyükdən kiçik çıxanda olur loqaritma 3 əsasından x-in kvadratı. Çünki bu ifadələr oxşar ifadələrdir. İndi baxarıq. Biz burada loqaritma 3 əsasından x-ə 1 t desək, olur loqaritma 8'də 1 əsasından 4t çıxaq t kvadrat. Burada bir kvadrat funksiya aldıq. Oldu loqaritma 8'də 1 əsasından mənfi t kvadratı plus 4t. Biz indi ümumi ifadənin ən kiçik qiymətini tapmaq üçün burada bir kvadratik funksiya aldıq. Mənfi t kvadratı 4t. Gəlin indi bu funksiyanın qiymətlər çoxluğunu tapaq. Burada yəni nə ola bilər bunun yerində? A-nın qiyməti mənfi 1'dir. B-nin qiyməti 4, C-nin qiyməti 0'dır. Buradan biz n tapsaq 4ac çıxaq b kvadratı bölək 4a olur. O da 4 vur mənfi 1 0 çıxaq b kvadratı 16 bölək 4 vur mənfi 1. Cavab oldu 4. Deməli t kvadratı plus 4t'nin yerinə 4 yaza bilərik. O da olur loqaritma 8'də 1 əsasından 4. 8'də 1 də 2'nin kubudu olur. Loqaritma 2'nin üstü mənfi 3 əsasından 2'nin kvadratı. Cavab oldu mənfi 3'də 2. 62-ci suala baxaq. 62-ci sualda y bərabərdir. K vuraq loqaritma x əsasından 4x plus 8 funksiyası verilib və bu funksiyadır 2 29 nöqtəsindən keçirsə loqaritma k əsasından 50 ədədinin tam hissəsini tapın. Biz birinci deyərik ki, x-in qiyməti 2'dir bu funksiyada, y-in qiyməti 29. Əvəz etməklə yerinə yazsaq k vuraq loqaritma 2 əsasından 4'ü 2'yə vurduq 8 plus 8 bərabərdir 29'a. 2 əsasdan 8 bizə 3 verir. Üstə gələk 8 bərabərdir 29. O da 3k bərabərdir 29'dan 8 çıxdıq. 3k oldu 21, k da oldu 7. Əvəz etməklə gətirib yerinə yazsaq olur loqaritma 7 əsasından 50. Bizdə baxın bunun təqribən qiyməti 2 tam nə qədər edir? Niyə? Çünki bax əgər olsaydı ki loqaritma məsələn 7 əsasdan 49, 49 7'nin kvadratı deyərdik bu 2'dir. 50 49'dan böyük ədəd olduğuna görə biz deyirik bunun qiyməti təqribən 2 tam nə qədər alınır? Bunda tam hissəsi olur 2. 62-ci sual sonuncu sualdır. Sağ olun, salamat qalın.